Əngədi rayonu Dərnəgül qəsəbəsində ağacların körpü bina tikinti MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir. Şikayətçilər deyir ki, kütləvi bina tikinti MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb. Dəfələrlə mane olmağa çalışsaq da nəticə əldə edə bilməmişik. Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Körpü bina tikinti MMC-dən bildirilib ki, həmin ərazidə küləyin təsirindən aşma təhlükəsi yaradan kök üstə qurmuş bir neçə ağac kəsilərək götürülüb. Onların əvəzinə ərazidə yeni tinglər əkilib. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyindən bildirildi ki, ərazidə 5 ədəd sərv, 14 ədəd şam ağacı, 61 ədəd şam, 16 ədəd sərv, 1 ədəd ayland, 1 ədəd ərgüvən və 1 ədəd zeytun ağacının götürülməsinə razılıq verilib. Yaşıllığın qorunması məqsədi ilə hər götürülən ağacın əvəzinə dərhal yeni tinglərin əkilməsi, həmçinin həmin tinglərə identifikasiya nömrəli birkaların bərkidilməsi tələb olunur. Bununla yanaşı layihə ərazisində yerləşən 1 zeytun, 133 sərv və 32 şam ağacının isə xüsusi texnika və ya əl əməyi ilə çıxarılaraq Ceyranbatan göl ətrafında əvvəlcədən hazırlanmış yaşıllıq sahəsinə köçürülməsi nəzərdə tutulur. Rəna Rövşənqızı, BTV.